bildiyiniz kimi börek Türk mətbəxinin ayrılmaz bir hissəsidir. Gəlin sizi Köz Künəfə 1977-dən Xulusi Usta MMC şirkətinin Aras supermarketləri şəbəkəsi üçün Tac markası adı altında istehsal olunan siqara böreği və su böreğinin istehsal prosesi ilə tanış edin. Börekin hazırlanması üçün lazım olan xam mallar resept otağında yığılır və xəmir yoğurma otağına göndərilir. Bütün xam mallar mikser qazanına yerləşdirilir və xəmir hazır olana qədər qarışdırılır. Hazır olunmuş xəmir dinlənəndən sonra xəmir açan makinasına yerləşdirilir. Öncədən incəldilmiş xəmir haşlama otağına gətirilir və haşlanılır. Soyutma vannalarına yerləşdirilir və ondan sonra istehsalata təhvil verilir. Tepsiyə əridilmiş yağ qoyduqdan sonra incəldilmiş xəmir döşənilir və dilimlənir. Haşlanmış xəmir dilimlənmiş tepsiyə yerləşdirilir və üzərinə 2 çeşid pendir əlavə olunur. Ən son etapda xəmir qoyulur, yağlanılır, bişirmə otağına göndərilir və qızardılır. Hazırlanmış su böreği qalır, dincəlir, soyur. Ondan sonra isə doğranılır və qutulanır. Net çəkisi 500 qram olmalıdır. Siqara böreği üçün öncədən incəldilmiş xəmir masaya sərilir və xüsusi formada doğranılır. Öncədən siqara böreği üçün hazırlanmış pendir qarışımlı içlik torbalara yığılır və xəmirin üstünə qoyulur. Pendir qoyulduqdan sonra siqara böreği formasında bükülür və ondan sonra bu plastik qablarda net çəkisi yarım kilo 500 qram olmaq şərti ilə yığılır. Qutuya yığıldıqdan sonra siqara böreği ilə su böreği paketlama makinasına yerləşdirilir və paketlanılır. Ondan sonra Tac markası adı altında siqara böreği ilə su böreğinin etiketləri yapışdırılır və Aras supermarketlər şəbəkəsinə göndərilir.